Azərbaycanda məktəblərdə geyim qaydaları yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Belə ki, şagirdlərin vahid məktəbli formasına riayət etməsi ilə dini geyim seçimi arasında yaranan fikir ayrılığı cəmiyyətdə müxtəlif mövqələrin toqquşmasına səbəb olub. Bəziləri təhsil müəssisələrində ümumi qaydaların, nizam-intizamın qorunmasını vacib sayırsa, başqa qrup valideyn və şagirdlərin inanc azadlığı, fərdi seçim hüququnun nəzərə alınmasının önəmini bildirir. Hüquqi və sosial çalarlar daşıyan bu məsələ hazırda cəmiyyət üçün aktual mövzulardan biri kimi qalmaqdadır. Qanunvericilikdə yetkinlik yaşına çatmayan uşaqların dini ibadətlərə və dini geyimlərə məcbur edilməsi necə tənzimlənir? Uşaqların dini geyimləri məcburi şəkildə daşımaması və bu geyimlərlə məktəbə getməməsi üçün hansı tədbirlər görülə bilər? Globalinfo.az-a danışan Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü deputat Ceyhun Məmmədov bildirir ki, Azərbaycanda dini etiqad azadlığı təmin edilir. Hər kəs öz dini baxışlarını sərbəst ifadə etmək hüququna malikdir. Bu baxımdan Azərbaycan dünyada nümunə göstərilə biləcək ölkələrdən biridir. Vətəndaşların dini ayinləri yerinə yetirməsində hər hansı problem yoxdur. Qanunvericiliyə əsasən heç kim dini ayinlərin icrasına məcbur edilə bilməz. İnsanları dini mərasim və ya ibadətə məcbur etmək qanunla qadağandır. Başqa tərəfdən nəzərə alınmalıdır ki, məktəb təlim-tədris müəssisəsidir və burada müəyyən edilmiş qaydalar qüvvədədir. Hər kəs dini etiqadında və ibadətində azaddır. Ancaq bu azadlıq qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməlidir. Deputat əlavə edib ki, ölkəmizdə məktəblərdə vahid forma tətbiq edilir. Bu qaydaya istisnasız olaraq hamı əməl etməlidir. Vahid məktəbli forması birmənalı olaraq şərtdir və hər kəs geyinməlidir. Bu, ümumi qaydadır.